Cədvəllərlə sürətli işləmənin bir yolunu təklif edirəm. Diqqətli olaq, 121-ci çalışmaya baxırıq. Cədvələ əsasən verilmiş cümlə ilə bağlı yanlış fikirləri müəyyən edin. Açar sözümüz yanlış fikirlərdir. Cümləni oxuyuruq. İkramın məqaləsinin sərlövhəsi redaktorun xoşuna gəldi. Redaktorun xoşuna gəldi cümlənin xəbəri. Nə redaktorun xoşuna gəldi? İkramın məqaləsinin sərlövhəsi. Cümlə yalnız baş üzvlərdən ibarətdir. İndi hökmləri oxumamışdan əvvəl biz doğru-yanlış sütunundakı doğru və yanlışları işarələyirik. Doğruları + üstəgəl işarəsi ilə, yanlışları isə minus çıxaq işarəsi ilə işarə edirik. Doğru + doğru, yanlış, doğru, yanlış, yanlış. İndi hökmləri oxuyaq. Xəbəri sərbəst söz birləşməsi ifadə olunub. Xəbər xoşuna gəldi, sərbəst, yox, sabit birləşmədir. Ona görə hökm səhvdir. Müəyyən şəxsli cümlədir. Cümlənin mübtədası var, deməli düzdür. Mübtədası ismi birləşmə ilə ifadə olunub. Bəli, mübtəda İkramın məqaləsinin sərlövhəsi ismi birləşmədir. Ona görə doğrudur. Feil xəbərlidir. Xoşuna gəldi, nə etdi? Doğrudur. Cümlədə uzlaşma əlaqəsi var. Mübtəda və xəbər iştirak edirsə hər ikisi, deməli uzlaşma əlaqəsi var, düzdür. Və ikinci dərəcəli üzv işlənib, görürük ki, işlənməyib, deməli səhvdir. İndi cavabı necə götürməliyik? Diqqətli olun. Deməli, cavabı götürmək üçün əgər bizdən yanlış soruşulursa, eyni işarə olan variantları atacağıq. Əks işarə olan variantları götürəcəyik. Əksinə, doğru soruşulursa, onda əks işarə olan variantları atıb, eyni işarə olan variantları götürəcəyik. Bizdən yanlışı soruşur, ona görə eyni işarə olan variantlar bizə lazım deyil. 2-də hər ikisi +dur, atırıq. 4-də hər ikisi +dur, atırıq. 6-da hər ikisi minusdur, atırıq. Deməli, cavabımız qaldı. 1 minus plus əks işarədir. 3 plus minus əks işarədir. Və 5 plus minus əks işarədir. Deməli, düzgün cavab 1, 3, 5.